أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الله الذي خلق السماوات والأرض وأنزل من السماء ماء فأخرج به من الثمرات فأخرج به من الثمرات رزقا لكم وسخر لكم الفلك لتجري في البحر بأمره وسخر لكم الأنهار الله الذي خلق السماوات والأرض وأنزل من السماء ماء فأخرج به من الثمرات رزقا لكم وسخر لكم الفلك لتجري في البحر بأمره وسخر لكم الأنهار وسخر لكم الشمس والقمر وسخر لكم الشمس والقمر دائبين وسخر لكم الليل والنهار وآتاكم من كل ما سألتموه وإن تعدوا نعمة الله لا تحصوها إن الإنسان
الإنسان لظلوم كفار صدق الله العظيم. Bismillah, elhamdülillahi rabbil alemin ve salatu ve selamu ala Rasulina Muhammedin ve ala alihi ve sahbihi ecmain. Mövzumuz niyet hakkında olacaqdır. Allah Resulü sallallahu aleyhi ve sellemin məşhur bu barədə hədis şərifi ilə mövzumuza başlamaq istəyirəm. İnnəməl a'malu bin niyyət. Əməllər niyyətə görə dəyər qazanır. Əslində bu hədis şərif uzun bir hədis şərifdir. Əsasən hədis şərifin uzun bir hədisin başlanğıc olan bu ilk cümləsi daha çox məşhurdur. Hədisin vurud səbəbi haqqında bəhs etmək istəyirəm. Allah Resulü sallallahu aleyhi və səlləm necə olub bu hədisi söyləyib. Bilirsiniz, ayələrdə səbəb-i nuzul var. Ayənin söylənmə səbəbi, nazil olma daha doğrusu enmə səbəbi var. Buna nuzul səbəb deyirik. Hədislərin isə səbəb-i vurudu var. Məkkədən Mədinəyə hicrət etmə ərəfəsində baş vermiş bir hadisəni sizə danışacağım. Yəni bu hədisin səbəb vurudu, Peyğəmbərimiz sallallahu aleyhi və səlləmin bu hədisi söyləmə səbəbi məhz bu hadisədir. Məkkə dövründə bir nəfər bir qadınla evlənmək istəyir, ona evlənmə təklif edir. Həmin o qadın deyir ki, mən aləmlə birlikdə Mədinəyə hicrət edəcəyik. Bu sözü deyəndən sonra həmin bu şəxs elə isə mən də səninlə birlikdə gəlirəm deyir. Mən də səninlə birlikdə Məkkədən Mədinəyə hicrət edirəm. Bu şəxsin Məkkədən Mədinəyə hicrət etmə fikri yox idi. Sadəcə o qadınla evlənmək üçün, o qadın da Mədinəyə hicrət, ailəsi ilə birlikdə Mədinəyə hicrət etdiyi üçün bu şəxs də Mədinəyə hicrət etməyə qərar verir. Daha sonra bu hadisə Peyğəmbərimiz sallallahu aleyhi və səlləmə bildirilir, çatdırılır. Məhz burada Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bu məşhur hədisi söylüyor. Əməllər niyyətə görə dəyər qazanır. Kimin niyyəti Allah və Rasulü üçün hicrət etməkdirsə, məhz buna görə o əməlinin əvəzini alacaqdır. Kimin də niyyəti bir qadını əldə etmək, bir qadınla evlənmək üçün hicrət edirsə, bu da niyyətinin qarşılığını alacaqdır deyə belə bir hədis söylüyor. Diqqət edin, İnnəməl a'malu bin niyyət. Əməllər niyyətə görə dəyər qazanır. Əməllər niyyətə görədir. Bu mənada niyyət çox mühümdür, çox önəmlidir. İslam alimlərimiz demək olar ki, xüsusilə hədis sahəsində söz sahibi olan, hədis toplayan, hədis yazan İslam alimlərimiz əsasən kitablarına başlayarkən, hədis yazarkən bu hədislə başlayarmış. İnnəməl a'malu bin niyyət hədisi ilə kitablarına başlayarmış. Niyə? Çünki həqiqətən niyyət çox mühümdür, çox önəmlidir, çox əhəmiyyətlidir. Niyyətə görə sənin əməlin dəyər qazanır və ya qazanmır. Baxın, zahirən baxanda iki kimsə eyni əməli etsin, amma birinin niyyəti yaxşı ola bilər, digərinin isə pis ola bilər. Məhz əsas burada Allah-u Teala o niyyətə baxır. Münafiqlə müsəlman arasında olan fərqlərdən birisi də onların niyyətidir. Zahirən, xaricən baxanda münafiq də müsəlman kimi görsənir. Müsəlmanın qıldığı namazı qıla bilər. Müsəlmanın etdiyi bütün hərəkətləri münafiq də edə bilər. Amma həqiqətdə niyyəti yaxşı deyil. Münafiqin niyyəti Allah rızası deyil. Göstəriş üçün namaz qılar. Münafiq göstəriş üçün hətta kəlmə-i şəhadəti söyləyə bilər. Amma xaricən baxanda münafiq də müsəlman kimi görsənir. Möminlə, müsəlmanla münafiq arasındakı fərq onların niyyətləridir. Bu nöqteyi nəzərdən niyyət çox önəmlidir, niyyət çox mühümdür. Hətta bəzən bir kimsə işlədiyi əməl kiçik ola bilər, amma niyyəti yaxşı olduğuna görə, sırf niyyəti Allah rızası olduğuna görə o əməl Allah qatında böyük ola bilər. Bəzən bir kimsə böyük bir iş görər, böyük bir əməl sahibi olar, amma niyyəti yaxşı olmadığına görə Allah qatında o əməl kiçik ola bilər. Hətta Allah qatında o əməlin heç bir dəyəri olmaya bilər. Bu nöqteyi nəzərdən deyirik ki,
məşhur bir söz var. Bəzən etdiyin əməllər niyyətə görə Allah-u Teala onu dağa döndərər. Bəzən etdiyin o əməl niyyətə görə niyyət burada yaxşı deyilsə, etdiyin o əməlin qarşılığını Allah-u Teala verməz, o əməli toza döndərər. Baxın, yaxşı niyyət əməlini dağa döndərər, pis niyyət əməlini toza döndərər. Ramazan ayında tutduğumuz oruçlar da bu nöqteyi nəzərdən çox mühümdür. Ümumiyyətlə, ibadətlərdə niyyət əsas şərtdir. Niyyətsiz heç bir ibadət olmaz. Allahın rızasına uyğun olmayan, Allah rızası üçün niyyət etməyən bir kimsənin etdiyi ibadət, dırnaq arasında söyləyirəm, etdiyi ibadət, Allah-u Teala onu ibadət olaraq saymır. Baxın, oruçla əlaqədar bir misal verin. Təsəvvür edin ki, bir kimsə səhərdən axşama kimi ac qalsa, imsak vaxtından iftar vaxtına qədər heç bir şey yeyib içməsə, bir oruç tutanın etdiyi bütün hərəkətləri bu da əməl etsə, yəni yeyib içməsə, yeyib içməkdən uzaq olsa, orucu pozan bütün hərəkətlərdən uzaq olsa. Amma niyyəti oruç tutmaq deyil. Misal vermək gərəkirsə, həkim deyib ki, misal üçün, sən səhərdən axşama kimi heç nə yeməməlisən, pəhriz saxlamalısan. Sənin müalicən bu şəkildə olmalıdır, sənin üçün faydalıdır bu şəkildə hərəkət etməyin desə, bu şəxs də bu şəkildə səhərdən axşama kimi az qalsa, bu şəxsin etdiyi bu hərəkət oruç sayılarmı? Təbii ki, sayılmaz. Çünki bu şəxsin niyyəti oruç deyil. Bu şəxsin niyyəti pəhriz saxlamaqdır. Müalicə məqsədi ilə səhərdən axşama kimi az qaldı. Diqqət edin, Allah-u Teala onun niyyətinə görə bu şəxsin əməlinə dəyər verdi. Çünki bu şəxsin niyyəti oruç deyildi. Baxmayaraq ki, digər oruç tutanlar kimi əməl etdi. Baxmayaraq ki, bu şəxs digər oruç tutanlar kimi səhərdən axşama kimi az qaldı. Orucu pozan bütün hərəkətlərdən, əməllərdən uzaq durdu, yemədi, içmədi. Amma bu şəxsin etdiyi bu hərəkət oruç deyil. Niyə? Çünki niyyəti oruç deyildi. Çünki oruca niyyət etməmişdi. Çünki sırf sağlamlıq üçün, sağlam olmaq üçün, həkim dediyi üçün, pəhriz saxlamaq üçün bu məqsədlə, bu niyyətlə oruç tutmuşdu. Belə deyək, əslində oruç sayılmır. Və bunu Allah-u Teala oruc olaraq qəbul etmir. Demək ki, bu nöqteyi nəzərdən deyirik ki, niyyət bu mənada etdiyimiz əməlin ibadət olub olmaması bizim niyyətlərimiz onu təyin edir. Niyyətə görə o əməlin ibadət olur və yaxud olmur. Hal-hazırda Ramazan ayında olduğumuza görə, xüsusilə Ramazan ayında oruç tutarkən bu şəkildə niyyətimizin təmiz olması çox mühümdür. Orucumuzun Allah tərəfindən qəbul olunması üçün niyyətimizin saf, sırf Allah rızası üçün oruç tutmalıyıq ki, Allah-u Teala da bizim bu ibadətlərimizi öz dərgahında inşallah qəbul etsin. Niyyət o dərəcədə mühümdür ki, önəmlidir ki, hətta İslama görə, bizim dinimizə görə bir kimsə sırf niyyəti misal vermək gərəkirsə, məsələn, şəhid olmaqdırsa, sırf şəhid olmağa niyyət edib, amma şəhid olmasa belə, yatağında belə ölsə, o şəxs şəhid sayılır. Təkrar edirəm. Şəhid olmaq istəyir, amma şəhid olmaq üçün nə etmək lazımdır? Əsasən, cihad etmək lazımdır. Cihadda düşmənlərlə savaşmaq lazımdır və bunun nəticəsində insan şəhid olur. Amma bu şəxs həqiqətən ürəkdən şəhid olmaq istəyirsə, bu şəxs yatağında belə ölsə, o şəxs şəhid sayılır. Bu barədə hədis-i şəriflər var. Hətta bir şəxs yaxşı bir iş görməyə niyyət etsə və o işi görməyə, o savab işi görməyə imkanı olmasa belə, amma niyyəti yaxşı idi, savab iş görməyə niyyət edibdir. Amma o savab işi görməyə imkanı yoxdur. Şərait yoxdur ki, o savab işi görsün. Yaxşı niyyəti olduğuna görə, bu niyyətinə görə məhz Allah-u Teala o şəxsə savab yaza bilir. Diqqət edin. Niyyətinə görə Allah-u Teala bu şəxsə əməl dəftərinə savab yaza bilir. Baxmayaraq ki, yaxşı iş görməyə niyyət etmişdi, o işi yerinə yetirə bilmədi. Amma diqqət edin, yerinə yetirə bilmədisə, niyyəti yaxşıdır, yaxşı iş, hansısa bir savab iş görməyə niyyət etdi, amma müəyyən səbəblərdən dolayı o yaxşı işi yerinə yetirə bilmədi. O niyyətinə görə Allah-u Teala o şəxsə savab yazır. Hətta bir hədis şərifdə Allah Rasulü sallallahu aleyhi və səlləm buyurur ki, hal-hazırda cihad edən müsəlmanlar, sahabələr çox çətinliklə
böyük bir səfərə çıxırlar, cihada çıxırlar. Təbii ki, bu şəxslər savab qazanır. Amma eyni zamanda da müəyyən özürlü səbəbdən dolayı bu cihadda iştirak edə bilməyən Mədinədə qalan müsəlmanlar da xəstə olduqlarına görə cihadda iştirak edə bilməyiblər. Onlar da sizin qazandığınız savabı qazanır. Diqqət edin. Sahabələr soruşur: "Ey Allahın Rəsulu, bu necə olur?" Peyğəmbərimiz sallallahu əleyhi və səlləm açıqlayır ki, bəli, onlar da sizin kimi cihada qatılmaq istəyirdi, cihadda iştirak etmək istəyirdi. Amma üzürlü səbəbdən dolayı bəzisi xəstə idi, bəzisi imkanı olmadı silah əldə etsin, mini əldə etsin. Onun üçün evdə qaldılar, Mədinədə qaldılar. Amma onların niyyəti bu olduğuna görə bugün sizin qazandığınız savabı onlar da kazanır. Diqqət edin, niyyət belə insanı cihad etmiş kimi savab qazandıra bilir. Və ya bunun tam tərsi də ola bilər. Bir kimsə cihada qənimət malı əldə etmək üçün sırf çıxıbdır. Məqsədi Allah rızası deyil, orada qənimət əldə etmək üçün cihada çıxıbdır. Bu şəxsin də niyyətə görə Allah-u Teala ona cihad savabı belə deyək verməyəcəkdir, yazmayacaqdır. Çünki məqsəd, niyyət Allahın rızası deyil, qənimət əldə etməkdir. Bu nöqteyi nəzərdən deyirik ki, niyyət həqiqətən çox mühümdür, önəmlidir. Bir kimsənin əməlinin dəyər qazanıb qazanmaması onun niyyətinə bağlıdır. Uca Allah tutmuş olduğumuz oruçlarımızı sırf Allah rızası üçün bu niyyətlə tutulan oruçlardan yazsın. Niyyətimiz sırf Allahın rızası olsun. O zaman Allah-u Teala bizim bu oruçlarımızı inşallah qəbul edəcəkdir. Allah oruçlarımızı qəbul etsin. Etdiyimiz ibadətlərimizi öz zərgahında savab olaraq yazsın. Bizi həqiqi möminlərdən, həqiqi müsəlmanlardan etsin. Biraz da təfəkkür haqqında bəhs etmək istəyirəm. Xüsusilə Quran-ı Kərim Ramazan ayı deyəndə ağla Quran-ı Kərim gəlir. Çünki Ramazan eyni zamanda Quran ayıdır və Quran da deyərkən eyni zamanda bir insanın, bir müsəlmanın ağlına təfəkkür gəlməlidir. Bir çox şeylər gələ bilər, eyni zamanda da təfəkkür gəlməlidir. Çünki Quran-ı Kərim bizə təfəkkür etməyə, düşünməyi bizə əmr edir. Və yetədəbbərunəl Qur'an buyurur uca Allah. Quran haqqında heç düşünməz misiniz? Onun haqqında dərindən fikirləşməz misiniz? Allahın buyurduğu bu kitabda Allah-u Teala sizə nələr deyir, nədən bəhs edir? Heç düşünməz misiniz? Bu nöqteyi nəzərdən təfəkkür çox önəmlidir, mühümdür. Təfəkkür nə deməkdir? Dərindən, hər hansı bir məsələdə dərindən düşünmək deməkdir. Allahın yaratdıqları üzərində düşünəcəyik. Belə bir hədis var. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, Allahın məxluqatı, Allahın yaratdıqları haqqında təfəkkür edin, düşünün. Allahın zatı haqqında, mahiyyəti haqqında deyil. Onun üçün Allahın mahiyyəti, zatı haqqında deyil, Allahın yaratdıqları haqqında düşünəcəyik. Quran-ı Kərimdə uca Allah buyurur ki, məşhur bir ayədə Ali İmran surəsində keçən İnnə fī xalqis səmavati vəl-ardi və ixtilafil leyli vən-nəhari ləəyatin liulil əlbəb əlləzīnə yəzkurunəllaha qiyamən və qu'udan və alə cunubihim və yətəfəkkərunə fī xalqis səmavati vəl-ard Rabbana ma xalaqta hâzâ bâdilə subhanəkə fəqinə əzəbənlər. Göylərin və yerin yaradılmasında, gecə ilə və gündüzün bir-birinin əvəz etməsində ağıl sahibləri üçün ibrətlər vardır. O şəxslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edərlər. Allahı xatırlarlar və göylərin və yerin yaradılması haqqında təfəkkür edərlər, düşünərlər və belə deyərlər, Rəbbimiz, sən bunları boş-boşuna yaratmamısan. Sən bütün eyib və nöqsan sifətlərdən uzaqsan, bizi cəhənnəm əzabından qoru. Diqqət edin, uca Allah burada göylərin və yerin yaradılmasından bəhs edir, gecə ilə və gündüzün bir-birinin əvəz etməsindən bəhs edir və göylərin və yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün ibrətlər var deyir. Diqqət edin, ağıl sahibləri üçün ibrətlər vardır. Təbii ki, bu dünyada yeganə məxluq kimdir? Ağıl sahibi olan yeganə məxluq insanlardır. Məhz insanlarla digər məxluqlar arasında əsas fərq Allahın insanlara vermiş olduğu ağıldır. Bu nöqtə nəzərdən təfəkkür etmək, düşünmək məhz insana xas bir xüsusiyyətdir. Əgər bir insan deyilən bir varlıq heç düşünmürsə, heç təfəkkür etmirsə, göylərin və yerin yaradılması haqqında heç düşünmürsə, biz hardan gəldik, hara gedəcəyik, biz kimik, nəçiyik? Bu barədə
kainatın yaradılışı haqqında, insanın öz yaradılışı haqqında, özü haqqında heç düşünmürsə, bu barədə heç indiyənə kimi az da olsa təfəkkür etməyibsə, bu insanın digər dörd ayaqlı məxluqlardan çox da fərqi olmur. Çünki Uca Allah buyurur ki, göylərin və yerin yaradılmasında, gecə ilə və gündüzün bir-birini əvəz etməsində ağıl sahibləri üçün ibrətlər vardır. Ağlı olanlar yəni bu mövzuda təfəkkür edərlər. Və ayə davam edir, o kəslər ki, ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı zikr edərlər, Allahı xatırlayarlar və göylərin və yerin yaradılması haqqında təfəkkür edərlər. Diqqət edin, demək ki, yalnız zikr etməyəcəyik, həm zikr edəcəyik, Allah bu şəkildə zikr etməkdən bəhs edir, Allahı xatırlatmaqdan, özünün xatırlanmasından bəhs edir, bu şəkildə Allahı xatırlayanları Allah-u Teala övür, amma arxasınca nə deyir? Və həm zikr edəcəkdir, Allahı xatırlayacaqdır və eyni zamanda və yətəfəkkərunə fi xalqis səmavati vəl ard və göylərin və yerin yaradılması haqqında təfəkkür edəcəkdir. Göylərin və yerin yaradılması haqqında düşünəcəkdir və belə deyəcəkdir bu düşünməyin nəticəsində: Rabbənə mə xalaqtə həzə bədilə. Rəbbimiz, sən bunları boş-boşuna yaratmamısan. Bu kainatı, bu günəşi, ayı, ulduzları, bütün məxluqatı boş-boşuna yaratmamısan. Bu təfəkkürün, bu şəkildə düşünməyin nəticəsində insan bu sözü deyəcəkdir. Rabbənə, Rəbbimiz, mə xalaqtə həzə bədilə. Sən bunları boş-boşuna yaratmamısan. Bu boyda kainatı boş-boşuna yaratmamısan. Bu boyda dünyanı sən ona görə yaratmamısan ki, insanlar bu dünyada yaşayıb boya başa çatsınlar, 60, 70, 80 il ömür sürsün, ondan sonra yox olub torpağa qarışıb getsin. Bunun üçün günəş çıxmır. Bunun üçün bu nizam, intizam, kainatda bir nizam var, intizam var. Allah-u Teala bu nizam, intizamı bunun üçün qurmayıbdır. Çox bəsit bir səbəbdir. İnsan bu dünyada yaşasın, müəyyən bir ömür sürsün, ondan sonra ölüb getsin ki, ahirət inancı olmayan insanların düşüncəsində bu dünya həyatının mahiyyəti bundan ibarətdir. Yaşamaq, doğulmaq, boya başa çatmaq, oğul uşaq sahibi olmaq, 60, 70, 80 il ömür sürmək, ondan sonra da ölmək, yox olub torpağa qarışıb getmək. Ahirət inancı olmayanlar bu dünya haqqında düşüncələri budur. Bunun üçün bu dünya yaranmaz. Bunun üçün bu kainatı Allah-u Teala yaratmaz. Bu sadə, bəsit bir səbəbdir. Bunun üçün günəş çıxmaz deyə bu şəkildə düşünən insan daha sonra bu fikrə gələr. Rabbənə mə xalaqtə həzə bədilə. Rəbbimiz, sən bunları boş-boşuna yaratmamısan. Ahirət inancı yoxdursa bir insanda boş-boşuna yaranmış kimi olmuş oluruq biz. Bu düşüncəyə gəlmiş olur bir insan. Halbuki bu dünya imtahan dünyasıdır. Allah-u Teala bu dünyanı əsas ahirət yurdunu qazanmağımız üçün yaradıbdır. Bu nöqteyi nəzərdən bu dünya imtahandır. Əd-dünya məzra'atul axirə buyurur Peyğəmbərimiz sallallahu aleyhi və səlləm. Dünya ahirətin tarlasıdır. Bu dünyada nə əkərsənsə ahirətdə onu biçərsən. Diqqət edin, bu şəkildə təfəkkür edənləri, bu şəkildə həm Allahı zikr edən və təfəkkür edənləri Allah-u Teala bu ayədə mət edir. Subhanəkə fəqinə əzəbən-nər deyə ayə davam edir. Sən bütün eyib və nöqsan sifətlərdən uzaqsan. Allahım bizi cəhənnəm əzabından qoru. Demək ki, bu mənada təfəkkür etmək bizim dinimizə görə çox mühümdür, çox önəmlidir. Təfəkkür eyni zamanda bizim ağlımızın, qəlbimizin oyanmasına, dirilməsinə, canlanmasına səbəb olan bir vasitədir. Təfəkkür edən insanın ağlı, məntiqi, qəlbi daha yaxşı çalışar. Və nəticədə ibadətlərin mahiyyətini, nə üçün bu ibadəti edirik, daha yaxşı bunu başa düşər, daha yaxşı anlayar, daha canlı, daha həyəcanlı ibadət edər. Allahu Ekber, Allahu Ekber. Allahu Ekber, Allahu Ekber. Eşhedü en la ilahe illallah. Eşhedü en la ilahe illallah. Eşhedü enne Muhammeden Resulullah.
أشهد أن محمدا رسول الله. حي على الصلاة، حي على الصلاة، حي على الفلاح، حي على الفلاح. الله أكبر، الله أكبر. لا